Hissedip aşırı gərginliklə bağlıdır, yoxsa oyundan öncə qeyd etmişsiniz ki, yetərincə hazırlaşmağa vaxtınız olmadı. Mən düzün desəm, mən çox razı qaldım oyundan. Yəni, bugün əsl məğlub olsaq da, əsl azərkeşlər üçün belə əsl futbol oldu. Və hər birinə təşəkkür edirəm azərkeşlərimin. Futbolçularıma təşəkkür edirəm. Bugün biz məğlub olsaq da, sona kimi vuruşaraq, sona kimi hücumda oynamaqdan çəkinməyərək biz məğlub olduq. Sadəcə qollar, doğrudan da bəsit qollar buraxdıq. Elə qapıya gedən zərbələr demək olar ki, qol oldu. Amma hər bir halda bu Çempionlar Liqasıdır. Mən oyundan əvvəl də bu komandanın bütün oyunlarına baxmışdım. Yəni istənilən oyunda bu komanda dominantlıq eləyib, hətta məğlub olduğu oyunlarda. Və topa sahib olmaları, yəni Hollandiya futbolunun bir daha olduğunu göstərdilər ki, nə cür daha topla davranmaq lazımdır. Amma futbolçularım çox razı qaldım. Baxmayaraq üzüldük, amma məncə bugün biz çox şey qazandıq. Qurban müəllim, son sual, məğlubiyyət təbii ki, komandanın əhval-ruhiyyəsinə pis təsir edə bilər. Yəni motivasiyanı necə qaldıracaqsınız və hələ də şanslarımız var. Yox, normaldır bu. Əgər bugünə kimi biz qalib gəlmişiksə, biz yenə qalib gələ bilərik və yaxud məğlub olmuşsa yenə ola bilər. Amma biz sonra kimi şansımızdan istifadə etməyə çalışacağıq və biraz qarşı zamanımız olacaq. Bir neçə ay biraz komandanı daha toparlamağa və daha da qarşıdakı iki oyuna yaxşı hazırlamağa. Amma bu Çempionlar Liqasıdır, burada nə səhvlər bağışlanılır, nə də ki, öncədən hər hansı bir fikir söyləmək olur ki, biz bu komandaya qalib gələcək və ya gəlməyəcəyik. Çox sağ olun Qurban müəllim, uğurlar sizə. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.